Selamlar, saygılar, değerli ve sevgili soydaşlar, aziz Azerbaycan, Türk millət. Dünyanın hər bir yerine bizi görüp eşitirsiniz, xoş gördük. Yeni bir danışıqla qulluğunuzda inşallah birazdan necə ki, öncədən anonsumuzda yazmışıq. Değerli və tanınmış ziyalımız Sanajda Təğizzadə cənabları ilə Güney Azərbaycan Demokratik Türk Birliğinin başkanı ilə beraber olacağıq. Gündəm konular haqqında demək olar Güney Azərbaycanın özellikle Orta Doğuda ya İran'da baş veren olaylar, son olaylar İran'dan Amerika ya başka konulara göre danışımız olacaq. Əjdər bəy, sizdə çox xoş gördük. Öncədən təşəkkürümüzü bildiririk. Bu çağırışı qəbul ediniz və varsınız. Bildiyiniz kimi Əjdər müəllim, gündəm məsələləri haqqında sizlə çox danışığımız olur və sizin o demək olar bölgəni daha gözəl analiz elədiyiniz üçün çox səy edirik sizlə danışığımız daha çox olsun. Buyur, əgər salamileyk var, tabi biz direkt danışıqlarımıza keçək. Teşekkür ederim bey. Minnettarım ki bu imkanı yaradırsınız. Biz de demek ki bu darıskal dünyada, biz için darıskalda indi bu tribundan istifade edirik. Sizin demek ki bu zəhmətlerinizin ücbatından da çok sağ olasınız, var olasınız. Bəli, Əjdər bəy, mən təşəkkürümü bildirirəm. Çox sağ olasınız və yaşayasınız ki varsınız və demək olar çağırışda qəbul edirsiniz. Əjdər müəllim, son olaylara görə özellikle İranla Amerikanın o demək olar oturumlarına görə, müzakirələrine görə, danışıqlarına görə sizdən rica edəcək. Sorumuz olacaq ki, bu məsələni siz necə görürsünüz, necə dəyərləndirirsiniz İranla Amerikanın demək olar arasında gedən bu danışıqlar? Demək ki, bilirsiniz ki, indi çox belə mürəkkəb durum vardı. Bu İster Amerika zaman zaman öz mövqeyini dəyişir. Yəni bu İstev yəni və adın təmsilçisi, Trump'ın təmsilçisi. Yəni görünür ki, Xarici İşlər Naziri bir şey deyir və o təmsilçi bir söhbət deyir. Sonra Trump bir söhbət deyir və bağlı bölgədə gedən hadisələrlə misal üçün deyək ki, hatta bir türlü Hindistanla Pakistan arasında gedən bu toqquşmalar və konfliktlər və o birisi tərəfdən də görürsən ki, indi Trump istəyir bu Ərəb ölkələrlə, Körfəz kənarında yaxınlığında olan ölkələrlə görüşür. Özellikle Səudi Ərəbistanla və Əraqçı da tez günləri birinci ora getdi, oradan sonra Məskətə getdi və bu o birisi tərəfdən də keçən həftə içində o bombardımanın qızğın yerindəki Housiləri və Yəməni bombardıman edirdi. Amerika geri oturmaq da bilmirdi. Sonradan Housilər İsraili vurdular, Ben Gurion'u vurdular. İsrail də demək ki, aman vermədi, Sənanı vurdu orada o hava alanını. Amma bunların hamısı göründü ki, belə də tez elə o anda da Housilər dedilər ki, hazırız biz danışığa, ateşkəs edirik, Amerika ilə Amerikanın gəmilərini vurmayacağıq. Göründü ki, orada da biraz İsrail narahat oldu ki, yəni Trump xəbər vermədən birdən-bir ateşkəsi qəbul elədi Housilərlə və Housilər də o tərəfdən dedi ki, dedilər ki, yaxşı, biz Amerikanın gəmilərini vurmayacağıq, yəni İsraili vuracağıq, eylatı vuracağıq və filan. Yəni belə də göründü ki, deyəsən Tehran rejimi Housilərə deyib ki, yəni belə eləyin ki, Amerika ilə İsrail arasında bir gərginlik yaransın və demək bədbinlik yaransın. Əlbəttə ola bilər ki, taktiki bəzi döngəclərdə və bəzi zamanlarda İsrailin baş nazirləri və yaxud Amerikanın prezidentləri arasında bir soğuqluq əmələ gələ. Amma o keçicidir. İsraillə Amerikanın demək ki, yaxınlığı və bağlılıqları stratejikdir. Ona hesab ola bilməz. Hətta Trump'ın zamanından, yəni o zaman ki, Ben Gurion İsrailin bağımsızlığını elan elədi və Amerikanın özündə çətinliklər vardı. Orada demək ki, prezident də dayandı və bir 4 dənə qanlı savaşdan sonra, İsraillərlə ərəblərin qanlı savaşlardan sonra axırda Amerika ilə İsrailin münasibətləri belə iç-içədir ki, demək olar ki, bu günləri hətta Amerika, İsrailin Nazirlər Kabinetində və siyasətin aparıcı adamların içində çoxsu Amerika doğumlu, Amerikada yaşayıblar və bir türlü deyəndə də elə bil ki, Amerikalıdırlar. Hətta danışıqlarında da belə o
ləhcələri və ton söhbətlərdə tonunu elə bizə Amerikalı danışır. Və yaxud misal üçün keçən həftə bir nəfər, o da demək Netanyahunun ən yaxın adamıdır, sağ əlidir. Onu naziri yolladı Amerikaya. O geçən təcili müdafiə nazirindən, ondan sonra Xarici İşlər Nazirindən və bir də Prezident Trumpla görüşdü. Yəni bir nazir vəzifəsində olan adam İsraildən gedir və heç bir ölkə üçün, heç bir nazir üçün beləncə imkan olmazsa birbaşa hamı ilə görüşəsən və zirvə ilə görüşəsən və prezidentlə də görüşəsən və bu da onu göstərir ki, İsrailin münasibəti Amerika ilə çox dərin bir şeydir və bu günləri bilinmir ki, Amerika nə oyun oynayır, onu da bilindirməzlər. Ona görə ki, bu məsələ çox ağır məsələsidir və yəni bir tərəfdən baxıb görürsünüz ki, silahdır ki, Amerika gətirir bölgəyə, Diego Garcia'dan tutmuş ta yaxın doğuda İraqdan belə hər yandan silahdır oturdur və başqa adamları da demək ki, sıradan çıxardılar, başqa qrupları istər Livanda olsun, istər Suriyədə olsun. Hətta demək olar ki, bir türlü bu Housiləri də bir türlü Amerikalılar sakitləşdirdilər. Yəni görünür ki, Tehran rejiminin qol qanatını qırırlar. Tehran rejiminə düşübdür ki, bu təhcə bir məsələnin üstəki yaxçı. Bizə izin verin ki, o 3.6 səviyyədə bu nüvəni qidalandıraq. O da bəllidir ki, istəyirlər zaman qazanırlar, 5 il, 3 il. Sonra o bahanə ilə də bu nüvəni qidalandırarlar, yetirərlər yenə misal üçün 60-a, 90-a. Bunu da Batı dünyası bilir, amma Batı dünyasının özündə də bu məsələ ilə bağlı bir çəkişmələr var. Yəni, istər Avropa Birliyində, istər İngiltərənin bu məsələdə Avropa ilə ki, dışlanmasın, bu məsələdə kənarda qalsın və Avropalılar da deyirlər ki, indi oktyabr yaxınlaşır və o maaşə deyirlər, maaşə məsələsi var, tətik məsələsini biz, yəni o bərzan məsələsindən qalıbdır ki, eləyə bilərlər, yenidən qaytaralar o təzyiqlərin hamısını və demək ki, o təhrim deyilən şeylərin hamısını qaytaralar. Ona görə də o da Avropanın əlindədir. Avropalılardan da indi Trump da özü tək oynayır. Onlar demək ki, onları xəbərsiz qoyur çox məsələ ilə. Avropalılar da geri oturmurlar. Yəni çox çəkişmələr gedir. Amerikanın da demək olar ki, Trump'ın komandasındakı Batı dünyasıdır və bunların demək ki, indiyə kimi Amerika bunlarla hər zaman bircə hərəkət edib. Hətta demək olar ki, Trump öz düşərgəsində, yəni Avropanı nəzərə alaq və Kanadanı nəzərə alaq, bunları öz düşərgəsində İran adlanan yeri vurmaqda bütövlük yarada bilməyibdir. Bu məsələ var. Hətta demək olar ki, öz Nazirlər Kabinetində, Ağ Evinin içində belə çəkişmələr vardır və üzə çıxır ki, neçə dəstəyə bölünüblər. Rubio-nu demək ki, indi 2 dənə həm Təhlükəsizlik Şurasının Ağ Evinin içində qoyub, həm Xarici İşlər Naziri qoyubdur. Ya məsələn, o adam başqa o birisi Təhlükəsizlik Şuranın adamını götürdü, qoydu Birləşmiş Millətlər Təşkilatına, yəni üzüsünü çıxartdı və şayələr də yayıldı ki, o adam İsrailə hər şey deyirmiş və istəyirmiş ki, İsraili dəstəkləyirmişlər. O Maria ilə ki, birlikdə ki, İsrailə Amerika vursun. Yəni o qədər mürəkkəbləşibdir ki, bu günləri demokratlardan çıxdı bəzi adamlar söylədilər ki, Ağ Evin içində belə hər şey bir-birinə dəyib, özəlliklə Müdafiə Nazirliyində beləncə və hətta fikir belə vardı ki, imkanə Müdafiə Nazirində Trump istifaya göndərir. Amma bunların hamısına rağmen də İsrail də dayanıb öz mövqeyində deyir ki, ya həl-hələdən, ya vəl-vələdən mən vuracaq. Ya sən gəl bunları demək ki, Tehran rejimini, yəni dünəndən gördünüz ki, Marco Rubio da ondan sonra bu İsrail də mövqelərini dəyişdilər, çox sərt mövqeyə keçdilər ki, xeyr, Tehran rejimi gərək bütün dayandıra, hər bir şeylə santrifujları gərək çıxarda, İran adlanan yerdən o 270 kiloluq demək ki, qidalandırıb. Əjdər bəy, üzülürsən sözün arasında girəm. Bu günlərimizi bildiyiniz kimi 4-cü bunların oturumları, danışıqları elə biraz bundan öncə sona çatdı. Abbas Araqçı İranın Dışişli Bakanları öz razılığını bildirdi ki, biz daha bundan öncədəkindən yaxşı bir danışıqlar qabağa gedir. Bağışlayın Zoraz bəy, Araqçı həmişə belə deyir. Yəni
caydırıcı bir söhbətlər deyir. Yəni hələ bir şey olmayıbdı, amma bu söhbətin hamısı deyil, pərdə arxasında, yəni Vinkov oradan çıxır, nə deyəcək? Çünki bir dəfə bara qoymuşdu Vinkov, çıxandan sonra dedi, razılıq verib ki, 3.6 demək ki, zətdə bunlar qidalandıra bilərlər filan. Sonradan ki, Amerikada qiyamət düşəndən sonra o nə deyirsiniz, o televizyonda intervyusunda demişdi, hər şeyi geri götürdülər. Dedilər ki, yox, belə deyil. Bu Tehran rejimi istəyir bundan zaman qazansın və o bahanə ilə gələcəkdə yenə qidalandırsın. Bunlara indi məsələ yoxdur. Harda geri oturacaq Tehran rejimi, amma bir məsələ vardır ki, İsrail heç zaman razı olmayacaq ki, Amerika onaylasın ki, bunları bu nüvə silah saxlasın, istəsin Nətənzdə olsun, istəsin İsfahanda olsun. Yəni İsraildə bütün santrifujlar bütün yığışacaqdır. Yəni biz heç bir şeyi qəbul eləmirik. Yığışacaq və demək ki, füzələrin demək ki, yığışacaq, balistik füzələr, bunlar yığılacaq. Misal üçün, o günləri Tehrandan gəlmiş, yəni Housilərə gəlmiş o füzələrin biri ilə, balistik füzələrin biri ilə Ben-Qurion'u vurdu. Yəni demək ki, İsrail də onu qaldırdı ki, ay Amerika bax gördüm, burada beləcə imkanlar bunların əlindədir. İndi Trump da demək çalışır ki, Səudiyyə Ərəbistana getməklə orada da çox söhbət gedir. Onlar da biz sənə 600 milyard dollarlıq bir pul istiyor ki, Amerikada gətirək, ondan sonra yatırdaq orada, yatırım yatırdaq, ondan sonra və yaxud əmarat deyir ki, 1000 milyarddan çox beləsi söhbət. Trump da deyir, təhsə pul gəlsin Amerikaya, pul gəlsin. Amerikanın da ekonomisi demək ki, o dəfə Trump'ın son ilində, o dönəmdə birdən-birə həm Covid gəldi, həm ekonomi caydı. Ona görə də burada çox mürəkkəb məsələ vardı. Amma məsələ buradadır ki, İsrailə Amerika silahı hələ verir, silah gedir. Yəni keçən həftə gördünüz ki, F-35'lərin sayını 45 dənəyə yetirdilər. Ondan sonra ağır demək ki, bombaları ki, dərin betonları da vurub deşir. Yəni bu Nətənz üçün, ondan Fordu üçün və İsfahan üçün və Lətyanda olan o hələ biri də təzə tapılıb ki, bu aşağıda. Ona görə Bəluçistan tərəfində, yəni İsrail silahlanıb hər anda demək ki, söhbətlər gedir ki, İsrail demək ki, vurhavurdadır, yəni bu məsələdir. İndi Amerika necə razı edəcək? Bir tərəfdən də İsraillər qapalı qapılar arxasında özləri cilayə eləyirlər, çox gərgindilər bu məsələdən, amma istəmirlər ki, zadı əsəbləndirərlər. Çünki Trump kontrol olunmamış bir adamdır. Birdən-birə bir dənə kəlmə ilə oyan-biyan olur, ondan sonra da sözünü dəbbələyir hər nə mənə. Amma bu arxada bu Amerika dövləti də indi bunlar istəyir nə oynayır. Bu Trump da fikirləyir ki, demək ki, hər məsələdə bu utacaq. Yəni bu Ukrayna məsələsində də göründü ki, bu günləri ki, indi Putin dedi, hazırdır Türkiyədə danışığa gedə və Avropalılar da mövqe bildirirlər. Yəni Trump istəyir ki, göstərək ki, həm pul gətirir Amerikaya, həm bir türlü savaşdan uzaq durur. Amma məsələ buradadır ki, Tehran rejiminin əlacı yoxdur. Yəni Tehran rejimi əgər bir addım geri atsa, milyardlarla pul xərcləyibdir bu nüvə silahı məsələsindən və bunun demək ki, bütün hər nə yaratmaq üçün bunu imkanları yaradıbdır və daxildə də İran adlanan yerdə də durum o qədər çətindir ki, bunu da amma Əjdər bəy, Amerikanın ya Trump'ı ya Amerikanın dış bakanları ya senatörləri bir sözün üstündə çox təkid edirlər ki, ya İran özü bunları yığışdıracaq, ya biz yığışdıracağıq. İndi hər hansı saldırıyla biz yığışdıracağıq. İranın üçüncü yolu burada nə ola bilir? İran gerçəkdən bunları özü yığışdıracaq, ya Amerika İsrailin ancaq öz müttəfiqlərin yardımı ilə bunları yığışdıracaq, İranı bombardam edəcək, ya yox, bir üçüncü yolda İrana sizə görə var ya yox? Tehran rejiminin başqa bir yeri yoxdur. Yəni məsələ buradadır ki, bunlar təhcə demək ki, Amerikaya baskı yapırlar ki, yaxşı, bizə cüzi, yəni o bayaq da söylədim, 3.6 səviyyədə biz qidalandıraq, onu da demək ki, tibb üçün, başqa şeylər üçün. Onu da Marco Rubio da deyir ki, siz gedin xaricdən alın, gətirin də. Nəzədə var ki, ehtiyac var ki, siz özünüz qidalandırarsınız. Bu bahanə ilə gələcəkdə qidalandırarsınız. Və burada məsələ vardır. Bir məsələ budur ki, Tehran rejiminin həm o preksi qruplar, o yan qruplar məsələsidir ki, teröristləri kontrol eləmə məsələsidir.